Geyim vasitəsilə özünü necə ifadə etmək olar? Özünüzü tanıyın. İlk addım nəyi ifadə etmək istədiyinizi anlamaqdır. Hansı rənglər sizdə hansı hisslər yaradır? Hansı fasonlar sizi daha inamlı hiss etdirir? Bəlkə də sizi müəyyən dövrlər və ya mədəniyyətlər ilhamlandırır. Kiçik bir araşdırma aparın. Bəyəndiyiniz geyimlərdən bir moodboard hazırlayın və ortaq xüsusiyyətləri tapmağa çalışın. Təcrübə etməkdən qorxmayın. Moda sərt qaydaları olmayan bir oyundur. Klassik trench coatla parlaq sarı çəkmələr geymək istəyirsiniz? Edin. Bir-birinə uyğun olmayan şeyləri birləşdirməyi sevirsiniz? Sınayın. Eksperimentlər öz unikal üslubunuzu tapmağa və həqiqətən sizə aid olanı anlamağa kömək edir. Unutmayın, ən maraqlı nəticələr çox vaxt rahatlıq zonasından kənarda yaranır. Şəxsi vurğular əlavə edin. Aksesuarlar və detallar özünü ifadənin əsas vasitəsi ola bilər. Nənənizdən qalan vintaj broş, səyahətdən aldığınız bilərzik və ya sevdiyiniz sitat, yazılmış köynək, bütün bunlar obrazınızı xilas edir. Belə əşyalar sadəcə bəzək deyil, sizin hekayənizi danışır. Stereotipləri deyil, özünüzə qulaq asın. Moda qaydalarının sizə nə geyinməli olduğunu diktə etməsinə icazə verməyin. Əgər krasovka ilə don geyinməkdə özünüzü rahat hiss edirsinizsə, bunu inamlı edin. Sizin üslubunuz başqalarının gözləntilərini deyil, şəxsiyyətinizi əks etdirməlidir. Özünə inam heç vaxt dəbdən düşməyən ən yaxşı aksesuardır.